Haqqun nas, insan haqqı və ilahi ədalət ölçüsü. İslamda haqqun nas anlayışı insanların bir-biri üzərində olan maddi və mənəvi haqlarını ifadə edir. Bu anlayış İslam əxlaqının və fiqhinin ən həssas mövzularından biridir. Çünki haqqun nas yalnız dünyəvi məsələ deyil, birbaşa axirət talehi ilə bağlıdır. Quran-Kərimdə buyurulur: şübhəsiz ki, Allah ədaləti və yaxşılığı əmr edir. Nəhl surəsinin 90-cı ayəsi. Haqqun nas insanın malına, canına, ləyaqətinə, adına, vaxtına və etibarına aid olan bütün haqları əhatə edir. Kiminsə malına haqsız yerə almaq, qeybət və böhtan etmək, aldatmaq, haqqı tapdalamaq, bunların hamısı haqqun nasın pozulması sayılır. İmam Cəfər Sadiq əleyhissalam buyurur: qiyamət günü ən ağır hesab insan haqları barəsində olacaq. Əl-Kafi cildi 2, səhifə 331. Allah haqqullahı bağışlaya bilər, amma haqqun nası sahibinin razılığı olmadan bağışlamaz. Bu prinsip ədalət ölçüsüdür. İmam Əli əleyhissalam buyurur: zülmün ən pisi odur ki, bağışlanması başqasının əlində olsun. Nəhcül Bəlağə xütbə 216. Haqqun nasa laqeyd yanaşmaq cəmiyyətin mənəvi sütunlarını sarsıdır. Zülm yalnız güclünün zəifi əzməsi deyil, susmaqla da zülmə şərik olmaqdır. İmam Hüseyn əleyhissalamın qiyamı da məhz haqqun nasın tapdalandığı bir dövrdə baş vermişdir. O həzrət buyururdu ki, insanların haqqı ayaq altına atıldığı zaman susmaq, haqqın yox olmasına razı olmaqdır. Rəvayət olunur ki, İmam Zeynulabidin əleyhissalam bir gecə çiynində un kisəsi ilə yoxsulların qapısını döyərdi. Heç kim onun kim olduğunu bilməzdi. Şəhadətindən sonra şəhərin yoxsulları anlayırlar ki, onları gizlincə dolandıran şəxs imam imiş. O zaman biri deyir: biz onun kim olduğunu bilmədik, amma haqqımıza riayət etdiyini hiss edirdik. Bu hekayə göstərir ki, haqqun nas təkcə zülm etməmək deyil, başqasının haqqını qorumaq məsuliyyətidir. Biharul Ənvar, cild 46, səhifə 88. Haqqun nas pozularsa tövbə tək başına kifayət etmir. Haqq sahibindən halallık alınmalı, zərər ödənməli, mümkün deyilsə səmimi şəkildə razılıq axtarılmalıdır. İmam Rıza əleyhissalam buyurur: bəndələrin haqqı qaytarılmadıqca tövbə kamil olmaz. Biharul Ənvar, cild 78, səhifə 362. Bu səbəbdən Əhl-i-Beyt əleyhissalam ardıcılları üçün haqqun nasa riayət iman əlaməti sayılır. İmam Cəfər Sadiq əleyhissalam buyurur: bizim şiyəmiz o kəsdir ki, dili və əli ilə başqasına zərər verməz. Nəticə olaraq haqqun nas ilahi ədalətin canlı təzahürüdür. Bu haqqı qoruyan insan təkcə başqasına zülm etməmiş olmur, eyni zamanda öz axirətini də qoruyur. Əhl-i-Beyt əleyhissalam məktəbinə görə Allahın razılığına aparan yol insanların haqqını qorumaqdan keçir. Haqqun nasa riayət edən cəmiyyət isə zülmdən uzaq, ədalətə yaxın bir cəmiyyətdir. Əssəlamu aleykum və rəhmətullahi və bərəkət.